Salam dəyərli izləyicilər, hər birinizi kanalımda xoş gördük. Bugün sizlərə 8-ci sinif riyaziyyat dərsliyindən səhifə 53-də yerləşən kvadrat tənliklərin vuruqlara ayırma üsulu ilə həlli mövzusunu izah edəcəm. Mövzuya keçməzdən öncə nəzərinizə çatdırmaq istərdim ki, bundan sonra da kanalımda tez-tez 8-ci sinif riyaziyyat dərsliyinin izahlı videolarının gəlməyini istəyirsinizsə, kanala abunə olmağı, videolarımı bəyənərək mənə dəstək olmağı unutmayın. Həmçinin fikir və təkliflərinizi də şərhlər bölməsi vasitəsilə mənimlə bölüşə bilərsiniz. Onu da qeyd edim ki, hansı sinfin video dərsləri daha çox bəyənilsə və izləyiciləri daha çox aktiv olsa, bundan sonra növbəti videolarımda həmin sinfin izahlarına daha çox üstünlük verəcəm. İndi isə uşaqlar keçək mövzunun izahına. Buna bənzər üsulu keçən video dərsimdə izah etmişdim. Bugün isə həmin üsulu biraz mürəkkəbləşdiririk. Gəlin başlayaq. Üsul belədir. Əgər ax kvadratı üstə gələk bx üstə gələk c bərabərdir 0 şəklində kvadrat tənlik verilibsə, həmin kvadrat tənliyin sol tərəfini vuruqlara ayırmaq üçün biz belə bir metoddan istifadə edəcəyik. Hasili sərbəst hədlə baş həddin əmsalları hasilinə bərabər, cəmi isə ikinci həddin əmsalına bərabər 2 dənə ədəd tapırıq. Elə 2 ədəd tapırıq ki, vuranda A, C hasilinə bərabər olsun, M-in. Vuranda A, C hasilinə bərabər olsun, toplayanda isə X-in əmsalına bərabər olsun. Bir daha təkrar edirəm. Əgər ax kvadratı plus bx plus c bərabərdir 0 şəklində kvadrat tənlik verilibsə, biz elə 2 ədəd tapırıq ki, vuranda hasili sərbəst hədlə baş həddin əmsalı hasilinə bərabər olsun, toplayanda isə həmin ədədlərin cəmi x-in əmsalına bərabər olsun. İndi bu halda nə edirik? Vuruqlara ayırırıq. Ax kvadratı üstə gələk bx plus c bərabərdir. Ax kvadratı b-nin yerinə m plus n qoyub x-ə vursaq, olacaq mx üstə gələk nx. B-nin yerinə sadəcə m plus n yazdıq, vuruqlara ayırdıq, bu hədd alındı. Üstə gələk c. ax kvadrat üstə gələk bx-dən hər ikisindən x-i mötərizə xaricinə çıxarsaq, ax plus m qalır. nx plus c-dən, c də axı m vuraq n deməkdir, onu da burada yaza bilərik altından. Görürsünüz ki, hər ikisi n-ə bölünür. N ortaq vuruq kimi mötərizə xaricinə çıxartdıqda, burada da qalacaq x plus m. Burada diqqət eləsəz, birinci hissənin olduğu kimi yazıb, nx plus c-də hər birində n bölək a-nı mötərizə xaricinə çıxartdıqda ax plus m qalıb. Bunu yenidən vurduqda uşaqlar eyni şey eləyir vurub açanda. Biraz sadəcə burada dəyişiklik eləyiblər. A ixtisar gedir nx, üstə gələk mn bölək a, mn-in yerinə də elə gətirib hasilin yerinə AC qoyduqda A-ya ixtisar eləyəndə C qalır. Yəni, bax, bu mötərizəni sadəcə buna çeviriblər. İndi misalları izah eləyəndə bu üsulu daha yaxşı dərk eləyəcəksiniz. Hələlik sadəcə düsturuna baxaq. Düsturu da necədir? Yəni, ax kvadratı plus bx plus c bərabərdir 0 şəklində kvadrat tənliyi vuruqlara ayırdıqda bu düsturdan istifadə edə bilərik. Ax plus m vuraq mötərizədə x üstə gələk n bölək a bərabərdir 0. Amma mən demək olar ki, bu düsturdan istifadə etmirəm. Misalları izah edəndə bu üsulu necə işləyirəm, onu izah edib göstərəcəm sizə. Baxaq indi nümunə 1-ə. 2x kvadrat üstə gələk 6x plus 4 bərabərdir 0 tənliyi. Elə ki, tapaq ki, hasili 4 ilə 2-nin hasilinə, yəni 8-ə bərabər olsun. Cəmi isə x-in əmsalına 6-ya bərabər olsun. Hasili 8, cəmi 6 olacaq. Hasili 8 eləyən 1 ilə 8-dir, amma baxırıq ki, cəmi 9-dur, bu ödənmədir. Hasili 8 eləyən 2 ilə 4-dür, toplayanda bəli, cəmi 6-dır, deməli, m ədədi olacaq 2, n ədədi olacaq 4. Biz bu 6x-i, bax bu 6x-i mx plus nx şəklində yazmalıyıq. Yəni 2x plus 4x şəklində. 2x plus 4x şəklində yazdıqdan sonra 2 qruplaşdırırıq və x-ləri ortaq vuruq kimi mötərizə xaricinə çıxardırıq. 2x-i çıxardanda x plus 1, 4-ü çıxardanda x plus 4. Baxırıq ki, x plus 1 yenə də ortaqdır. Onu da ortaq vuruq kimi mötərizə xaricinə çıxartdıqda qalır 2x plus 4. Yenə deyirəm,
Bunları misal üzərində izah eləyəndə daha yaxşı başa düşəcəksiniz. Sonra da hasilləri sıfıra bərabər edib tənliyin köklərini tapırıq. İkinci nümunədə nə verilib? 4x kvadratı çıxaq 13x plus 10 bərabərdir 0. Elə ki, ədəd tapırıq ki, hasili 10 vuraq 4-ə, yəni 40-a bərabər olsun. Cəmi isə mənfi 13-ə, yəni x-in əmsalına bərabər olsun. Hasili 40, cəmi mənfi 13. Bunlar da hansı ədədlər ola bilər? Vuranda 40 eləyir mənfi 4 ilə mənfi 10, amma onların cəmi mənfi 14 verir. Bizə lazım deyil, bizə mənfi 13 lazımdır. Mənfi 5 ilə mənfi 8 vuranda 40 eləyir, toplayanda isə mənfi 13 eləyir. Bəli, bu şərt ödəndi. İndi biz bu ortadakı həddi mənfi 13x-i 2 hissəyə parçalayırıq. Mənfi 5x, mənfi 8x. Niyə? Çünki ortadakı həddi mx üstə gələk nx şəklində yazırdıq. Hər şey olduğu kimi qalır. Baxın, x kvadratı qalır. Sərbəst həddi qalır. Sadəcə biz bu mənfi 13-ün əvəzinə burada qeyd edirik mənfi 5x, mənfi 8x. Bu ədədləri tapmağımızın mənası o idi. Ortadakı həddi necə parçalayacağımızı öyrənmək üçün bu ədədləri tapdıq. Mənfi 12x-in əvəzinə mənfi 5x, mənfi 8x yazdıq. Sonra 2-2 qruplaşdırıram. 4x kvadratından 5x. Hər biri x-ə bölünür. X-ə bölsəm, x-i mötərizə xaricdən çıxarsam, 4x çıxaq 5 qalır. Sonra mənfi 8x ilə 10. Hər ikisi mənfi 2x-ə bölünür. Mənfi 2x, daha doğrusu mənfi 2-yə bölünür. Bölsək, mötərizə xaricdən çıxarsaq 4x çıxaq 5 qalır. Yenə ortaq vuruq mötərizə xaricinə çıxartdıqda belə bir hasil alınır. Hasili sıfıra bərabər edib həll edirik. İndi uşaqlar, baxaq bu ifadəyə. 4x kvadratı çıxaq 5x üstə gələk 4 3 ədlisində m-in bərabərdir 16. Hasili nəyə bərabərdir? 4 ilə mənfi 4-ün hasilini 16-ya. Cəmi nəyə bərabər olacaq? Mənfi 5-ə. Elə ədədlər tapmağa çalışırıq, amma baxırıq ki, bunların heçasının cəmi mənfi 5-i vermədi. Yəni, bunların heçası bizim şərtimizi ödəmədi. Və buradan görürük ki, əgər elə bir ədəd tapılmırsa, deməli, bu tənliyin, bu üç ədlinin kökləri, vuruqları tam ədədlər deyil. Deməli, bu üç ədlini tam ədədlərdən istifadə etməklə vuruqlara ayırmaq mümkün deyil. Əgər elə bir ədəd almırıqsa, deməli, vuruqlara ayırmaq mümkün olmayacaq. İndi uşaqlar, bu dərsdə verilən nümunələrin izahı idi. Mən sizə çalışmalar üzərində izah edib göstərmək istəyirəm və elə daha yaxşı başa düşəcəyinizi düşünürəm. İndi gəlin keçək çalışmalara. Baxaq 15-ci çalışmamız. Cədvəli dəftərinizdə çəkib doldurun. Cədvəli dəftərinizdə çəkib doldurun. Lap yaxşı uşaqlar. Gəlin çəkək, qeyd edək. Öncə baxaq görək nə ediblər. Birinci sətrin izahını özləri verib. Kvadrat üçəlinin vuruqları verilib. Sonra mötərizələri vurub açırlar. 2x kvadratı, üstə gələk 8x, üstə gələk x, üstə gələk 4. Bax, bu şəkildə yadınızdadırsa biz 7-ci sinifdə öyrənmişdik. 1-1, birinci mötərizənin hər bir həddini ikinci mötərizəyə vururduq. Ardıcıl. Bu şəkildə. Öncə 2x-ləri, sonra 2x-lər qutarandan sonra isə 1-i vurub açıblar, burada yazıblar. Sonra 2x kvadratı, üstə gələk, əmsalı yoxdursa 1 atırıq, toplayırıq 9x, üstə gələk 4. Oxşar hədləri qruplaşdırdıq, yazdıq. Burada m 8-dir, n 1-dir. Bax, diqqət edirsiniz, ax kvadrat üstə gələk mx plus nx plus c. Burada m-in yerinə 8 dayanıb, n-in yerinə isə 1 dayanıb. Ona görə m ilə n-in cəmi oldu 9. M ilə n-in hasili isə aynən deyir, c-nin hasilinə bərabərdir. M-i n-ə vurduqda, yəni 8-i 1-ə vurduqda 8 eləyir. Həqiqətən də aynən c-ni bir-birinə vurduqda 8 edir. İndi gəlin digər variantları buna uyğun özümüz sərbəst yerinə yetirək. X-i 2x-ə vurdum, eləyir 2x kvadratı. X-i mənfi 4-ə vurdum, mənfi 4x. Mənfi 4x. Sonra 1-i 2x-ə vurdum, müsbət 2x. 1-i mənfi 4-ə vurdum, mənfi 4. Burada A 2-dir, M mənfi 4-dür, N 2-dir.
C də 4-dür. Hər biri öz altında qeyd olunub. Diqqət eləsəniz. İndi oxşar hədləri islah edib yazaq. 2x kvadratından başqa heç harda yoxdur. Yəni kvadratik hədd elə bircə dənədə olduğu kimi qalacaq. Mənfi 4x-in üstünə 2x gələndə mənfi 2x aldıq. Böyükdən kiçiyi çıxırıq. Qarşısına böyük işarəsini yazırıq. Sərbəst hədd yenə mənfi 4 olduğu kimi qaldı. M neçə idi? Burada dedik. Mx, nx. M mənfi 4-dür. N də 2-dir. Mənfi 4 üstə gələk 2. Bizə verəcək mənfi 2. Həqiqətən də gördünüz, burada da qruplaşdırdıq, mənfi 2 aldıq. M ilə N-i toplayanda onsuz da B alınmalıydı. İndi M ilə N-in hasilinə baxaq. Mənfi 4 vuraq 2. Bu neçə eləyir? Mənfi 8 eləyir. İndi A ilə S-ni də bir-birinə vurduqda yenə 8 eləyəcək. 2 vuraq mənfi 4. Cavab yenə neçə eləyir? 8 eləyir. Mən cavabı da yazdım qıraqda. Yazmasaq da olar əslində. Sonra keçdik digər varianta. 2x-i 4x-ə vuranda 8x kvadratı. 2x-i 1-ə vuranda müsbət 2x. Sonra mənfi 1-i 4x-ə vurduqda mənfi 4x. Mənfi 1-i müsbət 1-ə vurduqda mənfi 1. A burada 8-dir. M müsbət 2-dir. N mənfi 4-dür. S isə mənfi 1-dir. 8x kvadratı oxşar hədləri islah eləyib yazsaq. 8x kvadratı. Mənfi 2x-dən mənfi 4x-i çıxanda qalır mənfi 2x. Çıxaq 1. M 2-dir. Mx, nx. M2-dir, N mənfi 4-dür. 2 üstə gələk mənfi 4. Bizə verəcək mənfi 2. M-i N-ə vururam. 2 vuraq mənfi 4. Eləyir mənfi 8. A neçədir? 8. S neçədir? Mənfi 1. A 8, S də mənfi 1. Həqiqətən də bunların cavabları eynidir. Yoxlasanız. Mənfi 8, mənfi 8 eləyir. Digər varianta baxaq. 3x-i x-ə vurduqda 3x kvadratı. 3x-i 5-ə vurduqda 15x. 1x-ə vurduqda 1x. 1-i 5-ə vurduqda 5. A 3-dür, M 15-dir, N 1-dir, sərbəst həddə 5-dir. 3x kvadratı. 15x-dən 1x-i toplayanda 16x verir. Üstə gələk 5. M 15-dir, N də 1-dir. Toplayanda 16 verir. Həqiqətən də B-nin əmsalını verdi. Gördünüz mü? Daha doğrusu x-in əmsalı B-ni verdi. 15-i 1-ə vururam. M ilə N-in hasili bizə A ilə S-in hasilini verməlidir. A 3-dür, S də 5-dir. Həqiqətən də 15 eləyir. Digər varianta baxaq. 4x-i 2x-ə vurduqda 8x kvadratı. 4x-i mənfi 1-ə vurduqda mənfi 4x. Mənfi 3-ü 2x-ə vurduqda mənfi 6x. Mənfi 3-ü mənfi 1-ə vurduqda müsbət 3. 8x kvadratı çıxaq 10x. Hər ikisi mənfi olduğuna görə toplayıb mənfi yazırıq. Üstə gələk 3. A burada 8-dir. M mənfi 4-dür. N mənfi 6-dır. S isə 3-dür. M mənfi 4. N isə mənfi 6. Hər ikisi mənfi olduğuna görə toplayıb qabağa mənfi yazırıq. Mənfi 10. Oldu mənfi 10. M ilə N-in hasili mənfi 4. Vuraq mənfi 6. 24 verir. Elə A ilə S-nin hasilinə bərabərdir. Yəni 8 ilə 3-ün hasilinə bərabərdir. Cədvəli mən təzədən çəkmədim. Uşaqlar vaxt çox getməsin deyə. Elə cədvəlin üzərində tamamladım. Siz dəftərinizə çəkib qeyd edərsiniz. Bu 15-ci sualın izahı idi. Ümid edirəm ki, bu hissəsini başa düşdünüz. İndi isə mən keçirəm 16-cı sualın izahına. Tənliyi vuruqlara ayırma üsulu ilə həll edin. Başlayaq birincisindən. 6x kvadratı üstə gələk 5x çıxaq 1 bərabərdir 0.
İndi öncə burada yazıram hasili, bir də cəmi. Uşaqlar, hasili dedik ki, sərbəst hədlə baş həddin hasilinə bərabərdir. Daha doğrusu əmsalları hasilinə. Yəni vuranda 6 ilə -1-in hasilinə bərabər olsun. 6 vuraq -1. Bu da bizə nə verir? -6 verir. Yəni hasil olacaq -6. Cəmi isə dəyişmədən elə x-in əmsalını, yəni b-ni götürürük. 5. Tapaq belə ədədləri. Vuranda -6 eləsin, toplayanda isə 5 eləsin. 6 və -1. 6 və -1. Vuranda -6 eləyir, toplayanda 5 eləyir. İndi uşaqlar, burada deyəcəklərimə xüsusi diqqət edin. Biz sadəcə bu cəmi parçalayacaq. Müsbət 5x-in əvəzinə yazacağım 6x çıxaq 1x. Yenə də 5x verəcək. Qalan hər şeyi olduğu kimi saxlayıram. 6x kvadratı olduğu kimi qalır. 5x-in əvəzinə yazıram 6x işarə ilə bərabər çıxaq 1x. Baxın, burada aldığım ədədlər. Bu m-dir, bu isə n-dir. Biz ortadakı cəmi bx həddini, bax, bx həddini uşaqlar, biz bu şəkildə parçalayırdıq. Mx üstəgələk nx şəklində. Qalan hər şey olduğu kimi qalırdı. Bir daha təkrar edirəm. X kvadratı da olduğu kimi qalır, sərbəst həddə olduğu kimi qalır. Sadəcə bx həddini burada aldığımız ədədlər şəklində parçalayıram. Çıxaq 1. Sərbəst həddə olduğu kimi qaldı, baş həddə. Bərabərdir 0. İndi 2 qruplaşdırıram. 6x kvadratından 6x-in hər ikisi 6x-ə bölünür. 6x-ə bölsəm, burada təkcə bir dənə x qalacaq. 6x-ə bölsəm 1 qalacaq. -1x-lə -1, hər biri -1-ə bölünür. -1-ə bölsəm x üstəgələk 1. Bərabərdir 0 alındı. Hasil 0-a bərabər, daha doğrusu yenə də ortaq vuruq var. Ortaq vuruqları mötərizə xaricinə çıxardıram. Ortaq vuruq hər ikisində x üstəgələk 1-dir. X üstəgələk 1-ə bölsəm burada 6x qalır. X üstəgələk 1-ə bölsəm burada -1 qalır. Bərabərdir 0. Hə, indi buradan sonra hasil 0-a bərabərdirsə, hər bir həddə ayrı-ayrıqda 0-a bərabər edirəm. X bərabərdir -1, bu birinci həllidir. 6x-i tapmaq üçün -1 əks tərəfə keçirəm, müsbət 1 olur. X-i də tapmaq üçün 1-i 6-ya bölürəm. Bu da ikinci kök olur. Təlliyimiz həll olundu. İndi uşaqlar, keçək ikinci variantı həll edək. Bunun üçün bu hissəni silirəm. Bu hissə bizə lazım deyil. İkinci variantda 2x kvadratı çıxaq 5x çıxaq 3-dür. 2x kvadratı çıxaq 5x çıxaq 3 bərabərdir 0. Hasili nəyin hasilinə bərabər olacaq? Sərbəst həddlə baş həddin əmsalı hasilinə. Baxın, hasili olacaq 2 vuraq -3 işarə ilə bərabər götürürsünüz uşaqlar. -6. Cəmi isə olacaq -5. Yazıram kənarda hasili -6, cəmi -5. Bunu yazmasanız da olar uşaqlar. Şərt deyil ki, onu yazasınız. Sadəcə qeyd edəndə kənarda adamın yanında qalır sonradan hansı ədədləri götürdü. Vuranda -6, toplayanda -5 eləmək üçün mən -6 və müsbət 1 götürərəm. Bayaqki ədədlərin əksi. M budur, N budur. Deməli, biz bax bu cəmi -5x-i yazacaq -6x üstəgələk 1x şəklində. Parçalayırıq. Yenə də toplayanda -5x elir. Başqa da heç nəyi dəyişmirəm. 2x kvadratını dəyişmirəm. Sərbəst həddi də dəyişmirəm. Sadəcə bu 5x-in əvəzinə yazıram. -6x üstəgələk 1x. Baxın, sadəcə bu cəmi parçaladım. 2 hissəyə. Buxlar çəkməzsiniz siz. Çəkə də bilərsiniz, çəkməyə də bilərsiniz. Mən göstərmək üçün çəkirəm. Başqa heç nəyi dəyişmədim. Bərabərdir 0. 2 qruplaşdırıb ortaq vuruğu mötərizə xaricinə çıxardıram. 2x-ə bölsəm x qalır. -6x 2x-ə böləndə -3 qaldı. Digər hədlərdə ortaq vuruq yoxdur. Hər birini 1-ə bölürəm.
1'ə bölsəm x qalır, 1'ə bölsəm mənfi 3 qalır. Ortaq vuruq tapırsınızsa 1'ə bölün, mənfi 1'ə bölün. İndi baxıram hər birində yenə ortaq vuruq, x çıxaq 3'dür. X çıxaq 3'ə böldükdə birinci hissədə 2x, ikinci hissədə müsbət 1 qaldı, bərabərdir 0. Hasil 0'a bərabərdirsə vuruqlardan hər birini ayrı-ayrı da 0'a bərabər edirəm. Və həll edirəm. Birinci kökümüz olacaq müsbət 3. İkinci kökümüzü tapmaq üçün 1'i əks tərəfə keçirirəm. Mənfi 1 olur. X-də tapmaq üçün mənfi 1'i 2'yə bölürəm. Bu da ikinci kökümüz. İki variantı izah etdim. Uşaqlar, ümid edirəm ki, başa düşdünüz. İndi lövhəni təmizləyib digər variantlara keçirəm. Bu arada uşaqlar, onu da qeyd edim, sonra keçim. Əvvəlki videolarımda izləyicilərimdən bəziləri yazdı ki, mənim səsiniz qırıq-qırıq gəlir və yaxud hansısa hissədə robot səsi kimi falan gəlir. Belə hallar olduqda həmin dəqiqəni sayını, yəni şərhlərdə mənə qeyd edin, xəbər verin ki, növbəti video dərslərimdə artıq o səs keyfiyyətini tənzimləmiş olum. Bilmirəm hansı saniyədə qırıq-qırıq gedir. Ona görə o mövzuda yəqin ki, yazıb mənə bildirərsiniz. Nəysə, davam edək. Lövhəni silib 3-cü bəndə keçək. 3-cü bəndimizdə nə verilib? 2x kvadratı çıxaq 7x üstə gələk 5 bərabərdir 0. Hasili olacaq 5 ilə 2'nin hasilinə bərabər. Hasili bu 5 ilə 2'nin hasilinə bərabər olacaq. Onu istəyirsiniz lap fərqli rənglə qeyd edeyim. Qara görsənməsin. Hasili olacaq 2 vuraq 5, yəni baş həddin əmsalı vuraq sərbəst hədd. Hasil olacaq 10. Cəminə baxaq. Cəmi isə sadəcə x-in əmsalı, yəni b həddi götürülür. Cəmi oldu mənfi 7. İşarə ilə bərabər götürülür uşaqlar. İşarə ilə bərabər. İndi fikirləşək, bu hansı ədədlərdir? Vuranda 10, toplayanda mənfi 7 olmaq üçün mənfi 5 və mənfi 2 götürə bilərik. Mənfi 5 və mənfi 2 götürə bilərik. Ortadakı həddi, x həddini mənfi 7x-in əvəzinə yazacağım. Mənfi 2x, mənfi 5x. Yenə toplayanda mənfi 7x edir. Yenə təkrar edirəm. Başqa heç nə dəyişmir. Ancaq bx həddi mx üstə gələk nx şəklində parçalanır. Qeyd edirəm. 2x kvadratı dəyişmədən qaldı. Mənfi 7x-in əvəzinə yazdım. Mənfi 2x, mənfi 5x. Sərbəst həddə olduğu kimi qaldı. Bərabərdir 0. Bir daha ox çəkim göstərim. Mənfi 7x-in əvəzinə mənfi 2x, mənfi 5x yazdım. Yenə toplayanda mənfi 7x edir. Qalan heç nəyi dəyişmədi. 2-2 qruplaşdırıram və ortaq vuruğu mötərizə xaricinə çıxardıram. 2x-ə böləndə burada x qalır. 2x-ə böləndə mənfi 1 qalır. Hər biri mənfi 5-ə bölünür. Mənfi 5-ə bölsəm, burada x qalacaq. Mənfi 5-ə bölsəm, burada mənfi 1 qalacaq. İşarə əksinə dəyişəcək. Yenə də ortaq vuruq x çıxaq 1-dir. Mötərizə xaricinə çıxartdıqda burada 2x qalır, burada isə mənfi 5 qalır. Hasil 0'a bərabərdirsə vuruqlardan hər birini ayıraq da 0'a bərabər edirik. Bu vədə uşaqlar, mən bunu biraz qəribə yazıram deyəsən. Aha, həll edək. Birinci kökümüz olacaq müsbət 1. Əks tərəfə keçəndə işarə dəyişdi. Bu birinci kökümüzdür. İkinci kökümüzü tapmaq üçün 5'i əks tərəfə keçirirəm. Olur müsbət 5. 2'ye də böləndə 2/5. Onu kəsrlə də yaza bilərdiniz 2/1 formasında. Belə də yaza bilərsiniz. 4-cü bəndə baxaq. 4x kvadratı çıxaq 8x üstə gələk 3 bərabərdir 0. Yazıram hasili və cəmi. Hasili sərbəst həddlə baş həddin əmsalları hasilinə bərabər götürüləcək. Yəni sərbəst həddi vururam baş həddin əmsalına. Mənfi 4, mənfi yox, müsbət idi.
Müsbət 4 vuraq müsbət 3. Hər ikisi müsbətdir. Eləyəcək 12. Hasil oldu 12. Cəmi isə x-in əmsalı mənfi 8 olduğu kimi işarəni götürdük. İndi tapaq həmin ədədlərimizi. Vuranda 12 eləsin, toplayanda isə mənfi 8 etsin. Müsbət 10 ilə mənfi 2 götürə bilərikmi? Bəli, götürə bilərik. Yox, uşaqlar, mən səhv dedim. 6 ilə 2 götürməliyik. Hər ikisini mənfi. Düzəldək bunu. Mənfi 6 və mənfi 2. Vuranda 12 eləyir, toplayanda mənfi 8 eləyir. Bəli. Bunları götürə bilərik. Bu m-dir, bu n-dir. Sadəcə biz baş hədd olduğu kimi qalır 4x kvadratı. Mənfi 8x-in əvəzinə yazıram mənfi 6x, mənfi 2x. Başqa heç nə dəyişmir. Hər şey olduğu kimi qalır. Sərbəst həddə, baş həddə. Sadəcə bunun əvəzinə mənfi 6x, mənfi 2x yazmışam. Ortaq vurulma mötərizə xaricini çıxardaq. 4x kvadratı 6x. Hər ikisi 2x-ə bölünür. 2x-ə bölsəm burada qalacaq 2x. 2x-ə bölsəm burada qalır mənfi 3. Bunların hər birində də 2x ilə 3-ün ortaq vuruğu yoxdur. Hər birini mənfi 1-ə böləcəm. Mənfi 1-ə böləndə müsbət 2x qaldı. Müsbət 3-ü mənfi 1-ə böləndə mənfi 3 elədi. Bərabərdir 0. 2x çıxaq 3-ü ortaq vuruq kimi mötərizə xaricinə çıxarsaq burada qalacaq 2x çıxaq 1. Hasil sıfıra bərabərdirsə vuruqlardan hər birini ayrı-ayrıqda sıfıra bərabər edirəm. X bərabərdir 3. X-i tapmaq üçün 3-ü 2-yə bölürəm. X olur 1/5. Bu birinci kökümüz. İkinci kökümüz 2x bərabərdir 1. X-i də tapmaq üçün 1-i 2-yə bölürəm. O da bizə verir 0/5. Bu da ikinci kökümüz. 1/5, 0/5. İndi uşaqlar, ümid edirəm ki, bu hissələri başa düşdünüz. Lövhəni təmizləyib keçirəm 5-ci, 6-cı bəndlərin izahına. Keçdik 5-ci bəndə. 5-ci bənddə nə verilib? 4x kvadratı çıxaq 7x çıxaq 11 bərabərdir 0. Yazıram hasili və cəmi. Hasili 4 ilə mənfi 7-nin hasilinə bərabər. Mənfi 11 ilə daha doğrusu 4-ün hasilinə bərabərdir. 4 vuraq mənfi 11. Baş həddən sərbəst həddin hasilinə mənfi 44 olacaq. Mənfi 44. Cəmi isə mənfi 7. İndi başlayaq izahlarına. Vuranda mənfi 44 eləsin, toplayanda mənfi 7 eləsin. Hansı ədədlər ola bilər? Mənfi 11 ola bilər, bir də 4 ola bilər. Vuranda 44 eləyir, toplayanda isə mənfi 7 eləyir. Onda biz mənfi 7x-in əvəzinə sadəcə mənfi 7x-in əvəzinə yazacağım mənfi 11x üstə gələk 4x. Qalın hər şey olduğu kimi qalır. 4x kvadratı üstə gələk 4x çıxaq 11x çıxaq 11 bərabərdir 0. Bax, sadəcə bu mənfi 7x-in əvəzinə 4x çıxaq 11x yazdım. Yenə də mənfi 7x edir. Heç nə dəyişməmiş oldu. 2 vuruqlara ayırıram. 4x-ə bölsəm x plus 1 qalır. 2 qruplaşdırdıqda. Bu mənfi 11x ilə mənfi 11 hər biri mənfi 11-ə bölünür. Mənfi 11-ə bölsəm x plus 1 qalır. X plus 1 hər birində ortaqdır. Ortaq vuruq kimi mötərizə xaricinə çıxartsam, x plus 1-ə bölsəm birinci hissədə 4x, ikinci hissədə isə mənfi 11 qalır. İndi uşaqlar, hasil sıfıra bərabərdirsə vuruqlardan hər birini ayrı-ayrıqda sıfıra bərabər edirik. X 1 bərabərdir, mənfi 1 olacaq. İkinci kökü tapmaq üçün 11-i əks tərəfə keçirəm, müsbət 11 olur. X də bərabərdir.
11 bölək 4 yaza bilərsiniz bunu. 11 bölək 4. X də bərabər olacaq 3 tam 3 dəfə 4. Hə, yox, 3 tam yox, 2 tam. 2 dəqiqə uşaqlar. 2 tam 4-də 2 dəfə 4 8 eləyir. 11-dən də 8-in çıxanda qalıq 3 qalır. İkinci kökümüz də burada. Aşağıda yer olmadığı üçün mən burada qeyd elədim. Siz aşağısında qeyd edərsiniz. 5-ci çalışmanı bəndi izah elədik. 6-cı bəndə keçək. 3x kvadratı çıxaq 13x çıxaq 30 bərabərdir 0. Hasili mənfi 30-la 3-ün hasilinə bərabər olacaq. 3 vuraq mənfi 30. Yəni mənfi 90. Cəmi isə mənfi 13-ə bərabər olacaq. Biz belə hədlər seçməyə çalışırıq. Hasili mənfi 90, cəmi mənfi 13. Toplayanda mənfi 13 versin, vuranda 90 versin, mənfi 90. 30-u 3'ə vurduqda edirəm, onların cəmi mənfi 13 vermir. 9 ilə 10 90 eləyir, cəmi mənfi 13 vermir. 18 və 5 ola bilər. Mənfi 18, müsbət 5. Vuranda mənfi 90 eləyəcək. 50, 40, mənfi 90. Toplayanda da mənfi 13 eləyəcək. Bəli, tapdıq bunları. İndi yerinə qoyuram. 3x kvadratı olduğu kimi qalır. Mənfi 13x-in əvəzinə yazacağım mənfi 18x üstə gələk 5x. Qalın, hər şey olduğu kimi qaldı. Bərabərdir 0. 3x kvadratı 18x. Hər ikisi 3x-ə bölünür. 3x-ə bölsəm x çıxaq 6 qalır. 5x ilə 30 hər ikisi müsbət 5-ə bölünür. 5-ə bölsəm x çıxaq 6 qalır. Bərabərdir 0. X çıxaq 6-nı ortaq vuruq kimi mötərizə xaricini çıxartsam, x çıxaq 6-ya bölmüş oluram. Birinci hissədə 3x qalır. İkinci hissədə müsbət 5 qalır. Bərabərdir 0. X çıxaq 6 bərabərdir 0 və ya 3x üstə gələk 5 bərabərdir 0. Hasil 0-a bərabərdirsə, vuruqlardan hər biri ayrı-ayrılıqda 0-a bərabərdir. 6-nı keçirtdim, əks tərəfə oldu müsbət 6. Bu birinci kökümüz. 3x-i tapmaq üçün 5-i əks tərəfə keçirdim. Mənfi 5 oldu. Keçəndə işarəsi dəyişdi. X-i də tapmaq üçün mənfi 5-i bölürəm 3-ə. Bunu uşaqlar belə yaza bilərik. X2 bərabərdir mənfi 1 tam 3-də 2. 5-in içərisində 3 bir dəfə yerləşir. 2-də qalıq qalır. İndi uşaqlar, lövhəni təmizləyib keçək 7 ilə 8-in izahına. 7-ci bəndə baxaq. 4x kvadratı üstə gələk 8x üstə gələk 3 bərabərdir 0 verilib. Yazıram hasili və cəmi. İndi öncə rəngli hissə ilə onu göstərim sizə. Hasili sərbəst hədlə 3 ilə baş həddin əmsalı 4-ün hasilinə bərabər olacaq. 4 vuraq 3 bərabər də oldu müsbət 12. İşarə ilə bərabər götürülür uşaqlar. Hasili 12 oldu. Cəmi isə x-in əmsalına müsbət 8-ə bərabərdir. Biz belə 2 dənə ədəd tapmalıyıq. Vuranda 12 eləsin. Elə bu da asandır. 6 ilə 2. Vuranda 12 eləyir, toplayanda da 8 eləyir. Hər ikisini ödədi. 4x kvadratı olduğu kimi qaldı. 8x-in əvəzinə yazıram 6x üstə gələk 2x. Yenə 8x eləyir. Plus 3 bərabərdir 0. Hər şey olduğu kimi qaldı. Mən sadəcə olaraq bx həddini mx üstə gələk yeni x şəklində parçaladım. 4x kvadratı 6x. Hər ikisi 2x-ə bölünür. 2x-i mötərizə xaricinə çıxarsam
4x kvadratını 2x-ə böləndə 2x qalacaq. 6x-i 2x-ə böləndə 3 qalacaq. Üstə gələk 2x plus 3. Bunlar da ortaq vuruq yoxdur. Tutaq ki, hər ikisi 1-ə bölünsün. 1-ə bölünəndə 2x qalır, 1-ə bölünəndə 3 qalır. Uşaqlar, 2-2 qruplaşdırırıq. Bu ikisini 1, bu ikisini də 1. Sadəcə çox xətt çəkmirəm ki, qara-qura görsənməsin. Bərabərdir 0. Yenə ortaq vuruq 2x. Üstə gələk 3-dür. Hər ikisində var. Onu çıxartdıq mötərizə xaricinə. 2x çıxaq 3-ə böldükdə burada qalır 2x. 2x çıxaq 3-ə böldükdə burada qalır müsbət 1. Ümumiyyətlə, ortaq vuruğu mötərizə xaricinə çıxartmısınızsa, hədlərin hər birini ortaq vuruğa bölün, yerdə qalanı mötərizənin içində yazın. Hasil 0-a bərabərsə, vuruqlardan hər birini ayıraq da 0-a bərabər edirik. -2x bərabər də olur -3. X-i də tapanda -3-ü bölürəm 2-yə. Olacaq -1/5. 2x-i buradan da tapanda 1-i keçirdirəm, əks tərəf olur -1. X-i tapanda -1-i bölürəm 2-yə. X də bərabərdir -0,5. Bu da ikinci kökümüz. İndi uşaqlar, keçək 8-ci bəndin izahına. 2x kvadratı üstə gələk 5x çıxaq 3 bərabərdir 0. Bu metodu yaxşı öyrənin uşaqlar. Çünki imtahanlarda sizə lazım olacaq. Hasili cəmi. Rəngli hissə ilə göstərim. Hasili -3 ilə, yəni sərbəst hədinə, baş həddin əmsalı hasilinə bərabər olacaq. Biz sadəcə əmsalları götürürük. 2 vuraq -3. Bizə verəcək -6. Hasili olacaq -6. Cəmi isə sadəcə x-in əmsalına bərabərdir. Müsbət 5-ə. Bu ədədləri tapaq. Vuranda -6 eləsin, toplayanda 5 eləsin. 6 və -1. Sanki bunu bayaq yazmışdıq, hə uşaqlar? Hə, buna bənzərini yazmışıq deyə rəqəmlər mənim yadımda qalıb. Əla, davam edirik. 2x kvadratı olduğu kimi qaldı. Müsbət 5x-in əvəzinə mən yazacağam 6x çıxaq 1x. Yenə 5x verəcək. Qalan heç nəyi dəyişmədim. Sadəcə bu 5x-in əvəzinə 6x çıxaq 1x yazmışam. Davam edirik uşaqlar. 2-2 qruplaşdırırıq. Bu ikisini 1, bu ikisini də 1. Hər ikisi 2x-ə bölünür. 2x-ə bölsəm qalacaq x üstə gələk 3. Bu hissədə isə -1-ə bölürəm hər ikisini. Çünki başqa ortaq vuruq yoxdur. -1-ə bölsəm x üstə gələk 3 qalır. İşarə dəyişir. X üstə gələk 3 hər ikisində ortaq vuruqdur. Yenə mötərizə xaricinə çıxardıram. Yəni x üstə gələk 3-ə bölmüş oluram hər ikisini. Qalacaq 2x çıxaq 1. Hasil 0-a bərabərdirsə, vuruqlardan hər birini ayıraq da 0-a bərabər edirik. X bərabərdir -3. 2x bərabərdir müsbət 1. X-də tapmaq üçün 1-i 2-yə bölürəm. Belə də yaza bilərsiniz kəsir şəklində. 0,5 də yaza bilərsiniz. Bunun əvəzinə heç bir fərqi yoxdur. 8-ci bəndi də izah etdik. Ümid edirəm ki, başa düşürsünüz. İndi isə uşaqlar, mən lütfən təmizləyib 9-cu bəndin izahını verəcəm və beləliklə 16-cı çalışmanı yekunlaşdırmış oluruq. 9-cu bənd. 3x kvadratı çıxaq 11x üstə gələk 8 bərabərdir 0. Hasili və cəmi. İndi rəngli qələmlə yenə göstərirəm. Hasili müsbət 8 ilə müsbət 3-ün hasilinə bərabərdir. Hər ikisi müsbətdir. Olacaq 24. Yazdım 24.
Cəmi isə x-in əmsalına -11-ə bərabərdir. İşarə ilə bərabər götürürsünüz uşaqlar. Yenə təkrar edirəm. İndi elə 2 ədəd tapaq ki, vuranda 24 eləsin, müsbət 24. Toplayanda -11 eləsin. Məncə -3 və -8 olar. Bəli, bulardır. İndi hər şey olduğu kimi qalacaq. Sadəcə -11x-in əvəzinə yazacağım -3x, -8x. Baxın, yenə də toplayanda -11x edir. Qalan hər şey olduğu kimi qalır. Baş həddə, sərbəst həddə. 2 qruplaşdırıram. Bu ikisini 1, bu ikisini 1. 3x-ə böləndə x çıxaq 1 qalır. -8-ə böləndə digərlərini x çıxaq 1 qalır. İşarə dəyişir, mənfiyə bölürsünüzsə. X çıxaq 1 hər birində ortaq vuruqdur. Mötərizə xaricinə çıxartdıqda birincidə 3x qalacaq, ikincidə -8 qalacaq. Çünki ortaq vuruğa bölmüş oluruq. Hasil sıfıra bərabərdirsə vuruqlardan hər birini ayıraraq da sıfıra bərabər edirəm. Birinci kökümüz olur müsbət 1. Bərabərliyin əks tərəfinə keçdikdə işarə dəyişir. 3x bərabərdir 8-ə. X də bərabərdir. İkinci kökümüz. 8 bölək 3. Belə də saxlaya bilərsiniz. Uşaqlar, davam da edə bilərsiniz. İndi məndə orada yer yoxdur. Ona görə qabağından yazıram. Siz altından yazarsınız. 8-in içində 3 neçə dəfə yerləşəcək? 2 dəfə. 6 eləyir. 2 də qalıq qalır. Beləliklə 16-cı çalışmanı tam izah edib yekunlaşdırdıq. İndi isə uşaqlar, keçək 17-ci çalışmanın izahına. Verilən kvadrat tənliklərdən sol tərəfini tam ədədlərlə vuruqlara ayırmaq mümkün olanları həll edin. Digərlərinin qarşısında isə ulduz işarəsi yazın. İndi uşaqlar, başlayaq birincisinə. Hansını tam ayırmaq mümkünsə ayıracaq. 4x kvadratı üstə gələk 7x üstə gələk 14 bərabərdir 0. Hasili cəmi. Elə 2 ədəd tapıram ki, hasili, qoy yenə də rəngli qələmlərdən istifadə edək uşaqlar. Qara görsənməsin. Hasili 4 ilə 14-ün hasilinə bərabərdir. 4 dəfə 4, 16, 56. Hasil olacaq 56. Cəmi isə x-in əmsalına 7-yə bərabərdir. Belə də tapmaq mümkündürmü? Vuranda 14 ilə 4-ün hasilinə bərabər olsun. 56. Gəlin yazaq ədədlərimizi. Ədədlər 1 ilə 56-dır. Bunların cəmi 57 eləyir. Bizim şərti ödəmir. -1 ilə -56-dır. Bunların da cəmi -56 verəcək. Yenə ödəmədi. Bizə nə lazımdır? Müsbət 7 lazımdır. Ödəmədi. Sonra keçdik. 2 ilə 28-dir. Bunların da cəmi verəcək 30. Bu da ödəmədi. -2 ilə -28-dir. Bunların da cəmi -30'dur. Bu da ödəmədi. Bizə 7 lazımdır. Sonra 3'ə bölünmür, 4'ə bölünür 14. 4 ilə 14. Cəmi 18'dir. Bu da ödəmir. Bunun mənfisi də ödəməyəcək. -4, -14, -18 eləyəcək. Bu da bizə lazım deyil. Bizim şərtə uyğun deyil. 5'ə bölünmür, 6'ya bölünmür, 7'yə bölünür. 8, 7 dəfə 8, 56. Cəmi neçə eləyir? 15 eləyir. Bu da bizə lazım deyil. -7 ilə -8. Bu da bizə lazım deyil. -15 eləyir. Sonra nəyə bölünür? Artıq. Deməli, 9'a bölünmür, 10'a bölünmür, 11'ə bölünmür. Bir də 14'ə bölünəcək, yenə 4 qalacaq. Bunlar da uşaqlar. Və diqqət edirsinizsə, burada bizim şərti ödəyən ədəd alınmadı. Yəni, sol tərəfini tam ədədlərlə vuruqlara ayırmaq mümkün olmadı. Deyir, həmin misalın qabağında nə yazın? Mümkün olanları həll edin, mümkün olmayanların qabağında ulduz işarəsi yazın. Burada mı yazırıq, yoxsa burada mı yazırıq? Ulduz.
qeyd elədik. Burada da yaxşı ulduz qoyuram. Bunu amma həllini yazarsınız. Mümkün olmadı. İndi ikincisinə baxaq. İkinci bənddə nə verilib? 2x kvadratı üstə gələk 7x üstə gələk 6 bərabərdir 0. Hasili olacaq 6 ilə 2-nin hasili 12. Cəmi isə olacaq 7. Hasili 6 ilə 2-nin hasili 2 vuraq 6, 12 verdi. Cəmi isə 7-ni götürdüm. Belə ədədlər tapaq. Vuranda 12, toplayanda 7 eləsin. 3 ilə 4, 3 və 4, bəli. Vuranda 12, toplayanda 7 eləyir. İndi sadəcə x həddini parçalayıram. 7x-in əvəzinə yazacağım. Müsbət 4x, müsbət 3x. İşarə. Burada hansı işarəni almışamsa onunla bərabər yazıram. Üstə gələk 6 bərabərdir 0. 2 qruplaşdırıram. Bu ikisini 1, bu ikisini də 1. Hər ikisi 2x-ə bölünür. X üstə gələk 2 qalır. Hər ikisi 3-ə bölünür. X üstə gələk 2 qalır. X üstə gələk 2-ni mötərizə xaricine çıxardıram, çünki ortaqdır. X üstə gələk 2-yə bölürəm hər birini. Birinci hissədə 2x, ikinci hissədə isə 3 qalır. Hasil 0-a bərabərdirsə, vuruqlardan hər birini 0-a bərabər edirəm. Birinci kökümüz olacaq mənfi 2, ikinci kökümüz olacaq mənfi 3'ü 2'ye böldükdə 1 tam 10'da 5. Mənfi 1 tam 10'da 5. Mümkün olanları həll etdik. Bax, görürsünüz, bunun həlli var. Digərinin həlli yox idi. Eləcə ulduz qoyduq. İndi uşaqlar, mən 3-cü varianta keçmək üçün lövhəni təmizləyəcəm. Yəqin ki, bu hissəsini başa düşdünüz. 3-cü bənd budur. Başlayaq 3-ə. 4x kvadratı çıxaq 12x üstə gələk 5 bərabərdir 0. Yazıram hasili. Hasili 5'i 4'ə vuranda 20 eləyəcək. Cəmi də mənfi 12'yə. Hasili bunu buna vururam. 4 vuraq 5, 20. Vuranda 20, toplayanda mənfi 12 eləyən ədədlər. Mənfi 12 eləyən ədədlər. Mənfi 10. Bir də mənfi 2 ola bilər. Bəli, bulardır. Yazıram 4x kvadratı. Mənfi 12x-in əvəzinə yazacağım. Mənfi 10x. Mənfi 2x. Yenə də toplayanda bax bu həddi verir. Görürsünüzmü? Yenə də mənfi 12x-i verir. Üstə gələk 5 bərabərdir 0. 2 qruplaşdırıram. Bu ikisini 1, bu ikisini də 1. Hər ikisi 2x-ə bölünür birincidə. 2x-ə bölsəm qalır elə 2x. Biraz yaxşı olmadı. Yəqin ki, kamerada da yaxşı görsəməyəcək. Onu düzəldim. 2x, 4x kvadratını 2x-ə böləndə qaldı 2x. 10x-i 2x-ə böləndə qaldı mənfi 5. Mənfi 2x ilə müsbət 5'in heç bir ortaq vuruğu yoxdur. Ona görə hər birini mənfi 1'ə bölürəm. Mənfi 1'ə böləndə sadəcə işarələr dəyişəcək. Ortaq vuruq 2x çıxaq 5'dir. Çıxardıram mötərizə xaricinə. 2x çıxaq 5'ə bölürəm hər birini. Qalır 2x çıxaq 1. Hasili 0'a bərabər edirəm. Çünki daha doğrusu vuruqların hər birini 0'a bərabər edirəm. İki-x'i tapmaq üçün 5'i əks tərəfə keçirdim. Müsbət 5. X'i də tapmaq üçün 5'i 2'yə bölsəm olacaq 2 tam 10'da 5. Bu birinci kökümüzdür. İkinci kökü tapmaq üçün 1'i öncə keçirdim. Əks tərəfə müsbət 1 oldu. Və 2'yə də bölsəm 0 tam 10'da 5 olacaq. Bu da ikinci kökümüz.
Dördüncü bəndə baxaq. X kvadratı çıxaq 3x çıxaq 9 bərabərdir 0. Hasili mənfi 9 ilə 2-nin hasilinə bərabər olacaq. Bizə verəcək mənfi 18. Cəmi isə ilə mənfi 3-ə bərabər olacaq. Gəlin görək belə hədlər varmı? Hasili mənfi 18. Cəmi mənfi 3. Mənfi 6 ilə müsbət 3 ola bilər, bəli. Mənfi 6 və müsbət 3. Vuranda 18 eləyir, mənfi 18 toplayanda mənfi 3 eləyir. Bu, mənfi 3x-in əvəzinə mənfi 6x üstə gələk 3x yazacaq. Qalan hər şey olduğu kimi qalır. Sadəcə bu hədləri parçalamış oluram. İndi 2 qruplaşdıraq. Bu ikisini 1, bu ikisini də 1. Siz bu xətləri çəkməsəz də olar. 2x kvadratı 6x. Hər ikisi 2x-ə bölünür. 2x-ə bölsəm qalacaq x çıxaq 3. 3x 9x-dir. 3x və 9. Hər ikisi 3-ə bölünür. 3-ə bölsəm x çıxaq 3 qalır. Bərabərdir 0. Yenidən ortaq vuruq x çıxaq 3-dür. Onu mötərizə xaricinə çıxardıram. Və hər bir həddi x çıxaq 3-ə bölürəm. Burada qalır 2x. Burada isə qalır 3. Bərabərdir 0. Hasili 0-a bərabər edirəm. Hasil 0-a bərabərdirsə, vuruqlardan hər birini ayıraq da 0-a bərabər edib tənlikləri həll edirik. Bu da sadə tənliklərdir. Ədədi əks tərəfə keçirdikdə işarə dəyişir. Ümumiyyətlə, bərabərliyin sağından soluna, solundan sağına keçdikdə mütləq həddin işarəsini dəyişirsiniz. Mənfi 3-ü də 2-yə böləndə mənfi 1,5 alındı. Bunu adi kəsirlə də yaza bilərdiniz ya da qarışıq ədədlə. Bunun da həlli var idi uşaqlar. Bunun da həllini qeyd elədik. İndi lövhəni təmizləyib 5-ci, 6-cı bəndlərin izahına baxaq. Gəldik 5-ci bəndə. Deməli, verilib 5x kvadratı. Üstə gələk 3x. Üstə gələk 4 bərabərdir 0. Yazıram hasili. Hasili 4 ilə 5-in hasilinə bərabər olacaq 20-yə. Cəmi isə x-in əmsalına 3-ə bərabər olacaq. Bu hissəni biraz düzəldim. Fərqli rənglə yazaram uşaqlar. Daha rahat görə bilərsiniz. Bax, eyni şeyi bir neçə dəfə təkrar eləyirəm ki, rahat yadınızda qalsın. 5-i 4-ə vurduqda elədi 20. Bax, burada yazdığım 20 həmin 20 idi. Cəmi isə 3-ə bərabərdir. Çox ayrıntısından hər bir xırdalıqları yazıram ki, rahat başa düşə bilərsiniz və ümid edirəm ki, də başa düşürsünüz. İndi vuranda 20, toplayanda 3 eləyən ədədlər. Məncə bu ədədlər yoxdur, amma gəlin yenə də baxaq. 1-i 20-yə vursaq 20 eləyər, amma bunların cəmi 21 eləyir. Bizə lazımdır mənfi 3, mənfi 3 eləmədi. Mənfi 3 yox, müsbət 3, müsbət 3 eləmədi. Keçdik. Bizə lazım olacaq müsbət 3, mütləq müsbət 3 tapmalıyıq. Cəmi müsbət 3 eləyən ədədlər görək varmı? Bir də vuranda 20 eləmək üçün mənfi 1 ilə mənfi 20 də götürə bilərəm. Vuranda 20 eləyir, amma toplayanda mənfi 21 eləyir. Bu da bizim şərt ödəmədir. Sonra 2 ilə 10 götürə bilərəm. Cəmi 12 eləyir. Mənfi 2 ilə mənfi 10 götürə bilərəm. Cəmi mənfi 12 eləyir. Bu da şərt ödəmədir. Sonra mənfi 4 ilə mənfi 5 götürə bilərəm. Cəmi mənfi 9 eləyir. Bu da ödəmədir. 4 ilə 5 götürərəm. Cəmi 9 eləyir. Bu da ödəmədir. Deməli, tam vuruqlara ayrılmır tam şəkildə. Ona görə bunun qabağına da ulduz qoyuruq. Neçənci bənd idi? 5 idi, hə. Belə vuruqlar tapa bilmədik ki, tam ədədlərlə vuruqlara ayıraq. İndi keçək 6-cı bəndin izahına.
3x kvadratı çıxaq 2x çıxaq 8 bərabərdir 0. Hasilini və cəmini tapaq. Mən yenə bunu da rənglə göstərəcəm sizə. Hasili mənfi 8-dən 3-ün hasilinə bərabərdir. 3 vuraq mənfi 8. Bizə verəcək mənfi 24. Hasil olacaq mənfi 24. Cəmi isə x-in əmsalına mənfi 2-yə bərabərdir. Bu ədədləri tapaq uşaqlar. Vuranda mənfi 24 eləsin, toplayanda mənfi 2 eləsin. Mənfi 6 ilə, daha doğrusu mənfi 6 ilə müsbət 4. Vuranda 24 eləyir. Toplayanda da mənfi 2 eləyir. Bəli, budur. 3x kvadratı mənfi 2x-in əvəzinə yazacağım mənfi 6x və müsbət 4x. Qalan hər şey olduğu kimi yazıram. Sadəcə, bax, diqqət eləsəz, bunları parçalamışam. Yenə toplayanda mənfi 2x eləyir. 2 qruplaşdırıram bu ikisini 1, bu ikisini də 1. 3x kvadratı və mənfi 6x. Hər ikisi 3x-ə bölünə bilir. 3x-i çıxardıram ona görə mötərizə xaricinə. 3x-ə böləndə x çıxaq 2 qalacaq. 4x ilə 8, hər ikisi 4-ə bölünür. 4-ə böləndə x çıxaq 2 qalacaq. X çıxaq 2-ni ortaq vuruq ki, mötərizə xaricinə çıxarsaq, yəni x çıxaq 2-yə bölsək, birinci hissədə 3x, ikinci hissədə isə müsbət 4 qalır, bərabərdir 0. Hasil 0-a bərabərdirsə, vuruqlardan hər birini ayıraraq da 0-a bərabər edirik. Bunlar da asan tənliklərdir. Mənfi 2-ni sağa keçirəndə olacaq müsbət 2. 3x-i tapmaq üçün 4-ü keçirdirəm, sağ tərəfə mənfi 4 olur. X-i də tapmaq üçün mənfi 4-ü bölürəm 3-ə. O da bərabər olacaq mənfi 1 tam 3-də 1. Qarşıq ədədə çevirdik. Bu da ikinci kökümüz. Sadəcə yer olmadığı üçün böyürdə yazdım. Siz altında qeyd edərsiniz. İndi isə lövhəni təmizləyib keçək 7-ci, 8-ci bəndlərin izahına. Keçək 7-ci bəndə. 3x kvadratı çıxaq 8x üstə gələk 11 bərabərdir 0. Hasili və cəmi. Qeyd edək bunları. Hasili müsbət 11 ilə müsbət 3-ün hasilinə bərabər olacaq. Bizə verəcək 33. 3 vuraq 11. 33. Cəmi isə x-in əmsalına mənfi 8-ə bərabər olacaq. Və belə ədədləri tapmağa çalışaq. Düşünək hansı ədədlərdir bu? Vuranda 33 eləsin, toplayanda mənfi 8 eləsin. Vuranda 33 eləmək üçün mənfi 11 ilə başlayaq həll eləməyə. Görək hansı ədədlərdir. 1 ilə 33 ola bilər. Amma bunların cəmi 34 eləyir. Bizə də lazımdır mənfi 8. Bu mənfi 8-i də qırmızı ilə dairə eləyim. Yəni bizə nə lazımdır onu görək. Biz bunu tapmalıyıq. Toplayanda mənfi 8 eləsin. Amma 34 elədi. Bu olmadı. Mənfi 1 və mənfi 33 götürə bilərəm. Cəmi mənfi 34 eləyir. Bu da bizə lazım deyil. Vuranda 33 eləmək üçün 3 ilə 11 götürə bilərik. Toplayanda 14 eləyir. Bu da işimizə yaramadı. Mənfi 3 ilə mənfi 11 götürərik. Bu da mənfi 14 eləyəcək toplayanda. Bu da işimizə yaramadı. 33 başqa heç bir ədədə bölünmür. Yəni tam vuruqlar tapa bilmədik. Bunu da qabağına ulduz qoyuruq. Sonra keçdik 8-ci bəndə. 4x kvadratı üstə gələk 22x üstə gələk 10 bərabərdir 0. Hasili və cəmini tapaq.
Hasili 10 ilə 4-ün hasilinə bərabərdir. 4 vuraq 10 bizə verəcək 40. İkisi də müsbətdir. Cəmi isə müsbət 22-yə bərabərdir. Bu ədədləri tapmağa çalışaq. Vuranda 40 eləsin 20 ilə 2. Toplayanda da həqiqətən 22 eləyir. 4x kvadrat olduğu kimi qalır. 22x'in əvəzinə yazacağım 20x, üstə gələk 2x. Yenə də toplayanda 22x verir. Başqa da heç nəyi dəyişmirik. Artıq bunu uşaqlar dəfələrlə təkrar edirik bayaqdan. Sadəcə bx həddini mx üstə gələk yeni x şəklində parçaladıq. 2 qruplaşdırıram. 4x kvadratı və 20x hər ikisi 4x-ə bölünür. 4x-ə bölsəm qalacaq x plus 5. 2x ilə 10 hər ikisi 2-yə bölünür. 2-yə bölsək x plus 5 qalır. X plus 5-i ortaq vuruq kimi mötərizə xaricindən çıxartsaq, burada qalacaq 4x, yəni birinci hissədə 4x, ikinci hissədə isə müsbət 2 qalır. Nəyi ortaq vuruq kimi mötərizə xaricinə çıxardırsınızsa, hədlərin hər birini o ortaq vuruğa bölün, yerdə qalanı mötərizənin içinə yazın. İndi x üstə gələk 5 bərabərdir 0. 4x üstə gələk 2 bərabərdir 0. Birinci kökümüz olacaq mənfi 5. İkinci kökümüzü tapmaq üçün 2-ni öncə keçirirəm, əks tərəfə olur mənfi 2. X-də tapmaq üçün mənfi 2-ni 4-ə bölürəm. Bunu onluq kəsirlə də yaza bilərsiniz. Adi kəsirlə də yaza bilərsiniz uşaqlar. Mən adi kəsirlə yazacağım. 2 ixtisar gedir, mənfi 1 bölək 2 qalır. Mənfi 0,5 də yaza bilərsiniz bura. İndi 9-un izahına baxaq. 9-un izahına baxmaq üçün yenidən lövhəni təmizləyəcəm. Ümid edirəm ki, bura qədərini başa düşdünüz. Nəhayət bu sonuncu bəndimizdir. 9-cu bənd 3x kvadratı çıxaq 8x üstə gələk 15 bərabərdir 0. Hasilini və cəmini qeyd edək öncə. Hasili müsbət 15 ilə müsbət 3-ün hasilinə bərabər olacaq. Yəni müsbət 45-ə. Cəmi isə x-in əmsalına mənfi 8-ə bərabər olacaq. Bu ədədləri tapmağa çalışaq. Vuranda 45 eləyən ədədlər 9 ilə 5 olmaz. 15 ilə 3 olmaz. Yaxşı, bir yazaq. Biri 45-ə vuranda 45 eləyir. Bunlar toplayanda 46 eləyir. Bizə də lazımdır mənfi 8. Olmadı. Mənfi 1-i mənfi 45-ə vursaq 45 eləyər. Amma cəm mənfi 46-dır. Bu da bizə lazımdır. 3-ü 15-ə vursaq 45 eləyir. Amma cəmi bunların 18 eləyir. Bizə də mənfi 8 lazımdır deyil. Mənfi 3-ü mənfi 15-ə vursaq 45 eləyir. Amma bunların da cəmi mənfi 18 eləyir. Bu da bizə lazım deyil. 5 və 9 götürsək, bunların da cəmi 14 verəcək. Bu da bizə lazım deyil. Mənfi 5 və mənfi 9 götürsək, bunların da cəmi mənfi 14 verir. Bu da bizə lazım deyil. 45 başqa heç bir ədədə bölünmür. 1-ə bölünür, 3-ə bölünür, 5-ə bölünür, 9-a bölünür, 15-ə bölünür, bir də özünə bölünür. Heç hası alınmadı. Deməli, bu da tam vuruqlarla ayrıla bilmədi. Bunu da qabağına ulduz qoyduq. İndi isə uşaqlar, keçək 18-ci çalışmanın izahına. Ölçüləri 300 metrin 800 metr. Ölçüləri yəni 300 metr, 800 metr olan yaşıllıq sahənin ölçülərini şəkildə göstərildiyi qaydada dəyişməklə onun sahəsini 1,5 dəfə artırılması nəzərdə tutulub. İndi uşaqlar, əvvəl diqqət eləsəz bu yaşıllıq, otluq bir sahədir. Eni 300 metr, uzunluğu 800 metr imiş. Sonra uzunluğunu da x metr artırırlar, enini də x metr artırırlar və sahə 1,5 dəfə artır.
İndi baxaq. Öncə bu böyük kvadratın balaca kvadratın sahəsindən, daha doğrusu böyük düzbucaqlının sahəsi balaca düzbucaqlının sahəsindən 1,5 dəfə artıq olacaq. Yazıram, böyük kvadratın sahəsini necə taparam? N-in uzunluğuna vuraram. N-i 300 üstəgələ x-dir. Uzunluğu isə 800 üstəgələ x-dir. Bu böyük düzbucaqlının sahəsidir. Böyük düzbucaqlının sahəsinə S2 yazıram, balacanın sahəsinə də S1 yazıram. Yəni, balacanın sahəsindən 1,5 dəfə böyükdür. Böyüyün sahəsini almaq üçün balacanın sahəsinə 1,5-ə vurmalıyıq. Bax, bunu özləri deyir burada. Bu böyüyün sahəsidir. Bərabərdir. Kiçiyin sahəsini necə tapardıq? N-in uzunluğuna vurmaqla. 300 vuraq 800. Bu da kiçiyin sahəsidir. Qayıdıb 1,5-ə vurduqda böyüyün sahəsinə bərabər olacaq. İndi uşaqlar, öncə vurub açaq. 300-ü 800-ə vuranda 24, sonunda da 4 dənə 0. Öncə ədədləri vurdum, yanına da sıfırları əlavə elədim. Üstəgələk 300x. Bir-bir açıram. 7-ci sinifdə keçmişdik. Çox ədliyə vurulma qaydası. Üstəgələk 800x. Üstəgələk x kvadratı. İndi 300-ü 800-ə vurduq. Bir də qayıdıb 1,5-ə vuranda yarı bölünəcək 12. 3-ə də vurulanda 36. Sonunda 4 dənə 0 olacaq. Sadəcə burada üstəgələk yox. Çıxaqdır. Daha doğrusu bərabərdir. Bunu nəzərə alaq. Sonradan səhv getməsin. Sonra keçirdərik bu tərəfə. Bərabərdir. İndi uşaqlar, həll etmək üçün öncə sol tərəfi həll edirəm. X kvadratı üstəgələk 300 ilə 800-ü toplayanda bizə verəcək 1100x üstəgələk çıxaq. Keçirdirəm sadəcə ədədi ədədin yanına. Bərabərdir 0. Kvadrat tənlik formasına gətirməyə çalışdım. 240.000 çıxaq 360.000. Bunları da çıxırıq. Sadələşdirək biraz da. Çıxanda 120.000 qalacaq. Böyükdən kiçiyi çıxdıq. Qabağa böyüyün işarəsini yazdıq. İndi vuranda 120.000 eləsin. Toplayanda 1100 eləsin. Belə ədədlər tapmağa çalışaq. Bunu da buradan yazıram. Hasili mənfi 120.000 cəmi 1100 eləyən ədədlər fikirləşək. Bu da elə deməli hansı ədədlər ola bilər vuranda eləsin. Götürə bilərik. Mənfi 1200 və müsbət 100. Bunları bir-birinə vuranda mənfi 120.000 alınacaq. Toplayanda isə, yox, bunu müsbət götürək, bunu mənfi götürək. İşarəsini. Bunu müsbət, digərini mənfi. Bəli, toplayanda da mənfi 1100, toplayanda müsbət 1100, vuranda mənfi 120.000 eləyir. O sıfırlar biraz adam çaşdırır, amma üsul eynidir uşaqlar. Yazaq. Bu 1100x-in əvəzinə yazıram. 1200x çıxaq 100x. Yenə 1100x eləyəcək. Çıxaq 120.000. Bərabərdir 0. 2 qruplaşdırıram. Bu ikisini 1, bu ikisini də 1. X-ə böldükdə x üstəgələk 1200 qaldı. Mənfi 100-ə böldükdə x üstəgələk 1200 qaldı. 1200, x üstəgələk 1200 hər ikisini də ortaqdır. Ortaq vuruq kimi mötərizə xaricinə çıxardıram. Qalır x çıxaq 100 bərabərdir 0. Hasil 0-a bərabərdirsə vuruqlardan hər birini ayrı-ayrıda 0-a bərabər edirəm.
Birinci kökümüz olur mənfi 1200. Bunu götürməyəcək. Çünki söhbət tərəfdən gedir. İkinci kökümüz olacaq müsbət 100. Bunu götürəcək. X deməli 100 metrdir. Bunu isə götürmürük uşaqlar. Səbəbi isə tərəf mənfi olmaz. Davam edək. Yeni sahənin ölçülərini tapın. Eni olacaq 300 üstəgələk x 400. Eni 300 üstəgələk 100 oldu 400 metr. Uzunluğu da 800 üstəgələk 100 900 metr. Bu da 18-ci çalışmamızın izahı idi. İndi uşaqlar keçək 19-un izahına. 19-cu sualımız belədir. Usta ölçüləri 2 metr və 4 metr olan şəbəkə pəncərənin kənarlarına sahəsi 7 metr kvadrat olan şüşədən haşiyə quraşdırılmalıdır. Haşiyənin eni nə qədər olmalıdır? Bax, pəncərə budur, rəngli hissə. Uzunluğu 4-dür, eni 2 metrdir. Usta isə bunun qırağına bu ağ şüşəni yapışdırmaq istəyir, quraşdırmaq istəyir. Enini bilmir nə qədərdir. İndi diqqət edin uşaqlar, burada nə etməliyik? Bu quraşdırdığı haşiyənin sahəsi ümumilikdə 7 metr kvadratıdır. O sahəni necə taparıq? Burada balaca bir kvadrat var və bundan 4 dənədir. 1, 2, 3, 4. 4 dənə kvadrat var. Kvadratın sahəsini tapmaq üçün eninin uzunluğuna vururuq. Bunun sahəsi olur, bax burada qıraqda yazıram, x kvadratı. Bir dənəsinin sahəsi s bərabərdir x kvadrat oldu. Bundan da 4 dənə olduğuna görə yazıram 4x kvadratı. Üstə gələk. Sonra düzbucaqlılar var. Bax, bu düzbucaqlının sahəsi s bərabərdir. Eni vuraq uzunluğu 4x-dir. Bundan biri də aşağıdadır. 4x. Toplam neçə x eləyir? 8x. Üstə gələk. Keçdik. Bu düzbucaqlıya baxaq. Eni 2'dir, uzunluğu x'dir. Sahəsi olacaq 2x. Bunun da sahəsi olacaq 2x. Toplayanda bizə neçə verir? 4x verir, amma hələ ki belə yazıb sonra toplayacağım. Bunların sahəsi bizə nə verməlidir? 7 metr kvadratını. İndi hesablayaq uşaqlar. 4x kvadratı üstə gələk 8x, 10x, 12x. Bu 7'ni də keçirəm bu tərəfə, oldu bərabərdir 0. Hasili mənfi 7'ni 4'ə vuranda mənfi 28. Cəmi isə x-in əmsalına bərabərdir 12'yə. Bu ədədləri tapaq. Vuranda mənfi 28 eləsin, müsbət 14 və mənfi 2 ola bilər. İndi parçalayıram. 4x kvadratı 12x'in əvəzinə yazacağım 14x çıxaq 2x çıxaq 7 bərabərdir 0. 2 qruplaşdırıram. 14x və 4x hər ikisi 2x'ə bölünür. 2x'ə böldükdə qalacaq 2x plus 7. Mənfi 2x, mənfi 7, hər ikisi mənfi 1'ə bölünür. Mənfi 1'ə böləndə sadəcə işarələr dəyişir. 2x üstə gələk 7, hər birində ortaq vuruqdur. Mötərizə xaricinə çıxarsaq. x üstə gələk 7'yə bölmüş oluruq. Birinci hissədə 2x, ikinci hissədə mənfi 1 qalır, bərabər 0. Hasili 0'a bərabərsə vuruqlardan hər birini ayıraraq da 0'a bərabər edirəm. 2x bərabərdir mənfi 7'yə. X'i də tapanda mənfi 7'ni bölürəm 2'yə. Bizə verəcək mənfi 1,5. Bu kökü götürmürük çünki tərəf mənfi olmaz. 1,5 yox, 3,5. Keçək ikincisini tapaq. 2x bərabərdir müsbət 1'ə. X'i də tapanda 1'i bölürəm 2'yə. X bərabər olur 0,5 metr.
Bunu götürəcəyik. Oldu 0,5 metr. Bu da 19-cu çalışmanın izahı idi uşaqlar. İndi isə keçək 20-ci çalışmanın izahına. Düzbucaqlının eni uzunluğundan 18 sm qısadır. Düzbucaqlının sahəsinin 319 sm kvadratı olduğunu bilərək onun perimetrini tapın. Eni, uzunluğu. Uşaqlar, enini götürürəm x, uzunluğunu götürəcəm x üstə gələk 18. Həqiqətən də eni uzunluğundan 18 sm qısa olacaq. Sahəsini tapmaq üçün nə etməliydik? Enini uzunluğuna vurmalıydıq. Eni vuraq uzunluğu. İndi uşaqlar, həll eləyək. X kvadratı üstə gələk 18x çıxaq 319. 319'u da elə bir dəfəlik sol tərəfə keçirdim. Hasili mənfi 319 cəmi 18 eləyən ədədlər tapaq. Hasili mənfi 319 eləsin, cəmi 18 eləsin. Və mənfi 11 götürə bilərik sanki buna. Vuranda həqiqətən də bəli. 29 və mənfi 11 götürdük. Cəmi də 18 verəcək. Yaxşı, sadələşdirək. 18x-in əvəzinə 18x-in əvəzinə yazacağım 29x çıxaq 11x. X kvadratı üstə gələk 29x çıxaq 11x çıxaq 319 bərabərdir 0. 2 qruplaşdırıram. Bu ikisini 1, bu ikisini də 1. X-ə bölürəm. X-ə bölsəm, x üstə gələk 29 qalır. Mənfi 11-ə bölürəm. X üstə gələk 29 qalır. Bərabərdir 0. Hasil 0-a bərabər, hələ ona keçmirik, üzr hesab edin. Ortaq vuruq x üstə gələk 29-dur hər ikisində. Ortaq vuruğu öncə çıxardaq mötərizə xaricinə. Hər tərəfi, hər bir həddi x üstə gələk 29-a bölsəm, x çıxaq 11 qalacaq. Bərabərdir 0. İndi uşaqlar, orada yerim çatmadıq üçün burada yuxarıda həll edirəm. Vuruqlardan hər birini ayrı-ayrıda 0-a bərabər edirəm. Siz alt-alta yazarsınız təbii ki. Birinci kökümüz olacaq mənfi 29. Mənfi 29. Bunu götürə bilmərik. Niyə götürə bilmərik? Çünki söhbət düzbucaqlının tərəfindən gedir. Tərəf də mənfi olmaz. İkinci kökümüz müsbət 11-dir. Bəli, bunu götürürük. Santimetr. İndi eni oldu 11 santimetr. Uzunluğu da oldu. Bundan 18 santimetr böyük. X üstə gələk 18. 11 üstə gələk 18, 29 santimetr. Sahəsini tapaq. Sahə yox, daha doğrusu perimetri. Düzbucaqlının perimetrini tapanda eninlə uzunluğunu toplayıb 2-yə vurmaq lazımdır. Oldu 80 santimetr. Bu da 20-ci çalışmamızın izahı idi. İndi uşaqlar, keçək 21-ci çalışmanın izahına. Şəkildə verilənlərə görə x dəyişəninin qiymətini tapın. Birincisində sahə 64-dür. Enin uzunluğuna vurub sahəni alırıq. Bu birincisi olsun. X üstə gələk 7. Vuraq x çıxaq 5. Düzbucaqlının sahəsini tapanda enin uzunluğuna vururuq. Bərabərdir 64. Həll edək. Öncə vurub açıram. X-ə vurdum x kvadrat. X-i mənfi 5-ə vurdum mənfi 5x. 7-ni x-ə vurdum 7x. 7-ni mənfi 5-ə vurdum mənfi 35. Elə birbaşa 64-ü də keçirdirəm sol tərəfə. İşarəsini dəyişirəm. Bərabərdir 0. X kvadratı 7x-dən 5x-in çıxanda 2x. Mənfi 65, mənfi 35. Hər ikisi mənfidir. Toplayanda eləyəcək 99 bərabərdir 0.
Hasili -99. Cəmi 2 eləyən ədədlər tapaq. 11 ilə -9 ola bilər. Yazıram. X kvadratı çıxaq 9x üstə gələk 11x çıxaq 99 bərabərdir 0-a. Sadəcə bu 2x'i parçaladım. 2 qruplaşdırıram və ortaq vuruqlarını mötərizə xaricinə çıxardıram. Hər ikisi x-ə bölünür, x çıxaq 9 qalır. Hər ikisi 11-ə bölünür, yenə x çıxaq 9 qalır. X çıxaq 9 da ortaq vuruq kimi mötərizə xaricinə çıxır. X çıxaq 9-a bölürəm hər birini. Birinci hissədə x, ikinci hissədə 11 qalır, bərabərdir 0. Yerim çatmadıq üçün buradan davam edəcəm uşaqlar. X çıxaq 9 bərabərdir 0 və ya x üstə gələk 11 bərabərdir 0-a. Hasil 0-a bərabərdirsə, vuruqlardan hər birini 0-a bərabər edirəm. Birinci kökümüz 9-dur, ikinci kökümüz isə -11-dir. -11-i götürə bilmərik. Tərəf mənfi olmaz. Bunu götürmürük. X dəyişəninin qiymətini tapın. Bu birincisi. İndi ikincisinə baxaq. Bu da ikinci bənddir. Sahə 64-dür. Enin uzunluğuna vururam. X üstə gələk 3 vuraq. X üst çıxaq 2 bərabərdir 36. X kvadratı çıxaq 2x üstə gələk 3x çıxaq 6. 36-nı da elə bəri başdan sol tərəfə keçirirəm. Bərabərdir 0. X kvadratı üstə gələk 1x çıxaq 42 bərabərdir 0. Hasili 42 -42 özdə. Cəmi 1 eləyən ədədlər fikirləşək. Cəmi 1 eləyən ədədlər fikirləşək. 7 və 6. -6. X kvadratı üstə gələk 7x çıxaq 6x çıxaq 42 bərabərdir 0. Sadəcə 1x-in əvəzinə 7x çıxaq 6x yazdım. 2 qruplaşdırıram uşaqlar. X-ə böldükdə gedək üzr sayın. X üstə gələk 7 alındı. -6-ya böldükdə x üstə gələk 7 alındı. Bərabərdir 0-a. Hasil 0-a bərabərdirsə, vuruqlardan hər birini ayıraraq da 0-a bərabər edirik. Öncə ortaq vuruqları mötərizə xaricinə çıxartdım, sonra davam edəcəm. X üstə gələk 7 bərabərdir 0 və ya x çıxaq 6 bərabərdir 0. Birinci kök olacaq -7. İkinci kök olacaq müsbət 6. -7-ni götürə bilmərik, çünki tərəfləri mənfi eləyir. Ona görə x-in qiyməti olacaq 6. İndi isə uşaqlar, keçək 22-ci çalışmanın izahına. Nailə ölçüləri 40 sm, 48 sm olan parça üzərində naxışlar tikdi. O, tikməsinin kənarlarına sahəsi 180 cm² olan naxışlı parçadan haşiyə tikmək istəyir. Bu haşiyənin eni tikmənin kənarları boyu eyni qalmaqla neçə santimetr olar? Gəlin öncə şəkili çəkək. Bu olsun Nailənin tikməsi. Biraz əyri oldu, düzəldim bu hissəsini. Tiz xəttkeşlə çəkərsiniz, daha səliqəli alınsın. Bu tikməsidir. Eni 40-dır. Uzunluğu da 48-dir. İçərisində yazacağım. 40. Uzunluğu da 48-dir. İndi kənarlarına eni eyni olan uşaqlar haşiyə çəkmək istəyir. Tikir qoy, onu fərqli rənglə çəkək uşaqlar. Qarışmasın hamısı bir-birinə. İndi qırmızı rənglə bəzək tutaq ki, bəzək tikib. Eyni qalmaqla tikir bunu. Eyni. Tutaq ki, x qədər. İndi biraz əyri ola bilər məndə.
Danışdıqda siz xəttkeşlə çəkərsiniz, düz olar. Və düz bucaqlıya tamamlayıram. Burada balaca kvadratlar yaranır. Bayaq buna aid misallar var idi. Təxmini bu şəkildədir. Kənarını bəzəmək istəyir. Bu bəzəyin uşaqlar eyni uzunluğu x-dir. X, x. Dəyişmir. Parçanın kənarları boyu x, x-dir. Lap gözəl. İndi baxaq görək nələr var. O tikməsinin kənarlarına sahəsi 180 sm kvadrat olan naxışlı parça haşiyə tikmək istəyir. Bax, bu qırmızı rəngli olan sahə ümumilikdə 180 sm kvadratdır. Baxaq, ona nələr daxildir? 4 dənə kvadrat daxildir. Sahəsi x kvadratıdır. Bu da sahəsi x kvadratıdır. Bu da x kvadratıdır. Bu da x kvadratıdır. Oldu 4 dənə x kvadratı. Üstə gələk. Kənar düzbucaqlılara baxaq. Uzunluğu 40-dır, eni də x-dir. Vuranda eləyəcək 40x. Bu tərəfdə 40x-dir. Toplam eləyir 80x. Üstə gələk, keçək bu düzbucaqlılara. Uzunluğu 48-dir, eni də x-dir. Vuranda 48x eləyəcək sahəsi. Burada 48x-dir. Toplayanda 80, 96x. Hər birindən 2 dənədir. Ümumilikdə bu qırmızı hissələrin sahəsi bizə verəcək 180. Hesablayaq. 4x kvadratı üstə gələk. 176x. 180-i də elə keçirəm bu tərəf işarəsini dəyişirəm. Bərabərdir 0. Hər biri 4-ə bölünür. Bütün hədləri 4-ə bölürəm. Eləcə oldu x kvadratı 4-ə bölsək. 4'e bölsək 17'nin içində 4 dəfə, 16'ın içində yenə 4 dəfə. 44x, 180'i də 4'e böldük, 45 bərabərdir 0. Hədlərin hər biri hər hansı bir ədədə bölünürsə, bölə bilərsiniz. Hasili olacaq mənfi 45. Cəmi olacaq müsbət 44. Belə ədədlər tapaq. Vuranda mənfi 45 eləsin. Toplayanda 44 eləsin. 45 ilə mənfi 1. 44x-in əvəzinə 45x çıxaq 1x şəklində yazacağım. İndi 2-2 qruplaşdırıram. X-ə böldükdə qalır x plus 45. Digər hissədə isə mənfi 1-ə bölürəm. Başqa ortaqlıq yoxdur. Qalır x plus 45. X plus 45 hər ikisində ortaqdır. Mötərizə xaricinə çıxardıram. X plus 45-ə böldükdə qalacaq x çıxaq 1. Bərabərdir 0. Hasil 0-a bərabərdirsə vuruqlardan hər birini ayrı-ayrı 0-a bərabər edirəm. Birinci kökümüz mənfi 45'dir uşaqlar. Onu götürmürük çünki tərəf mənfi ola bilməz. İkinci kökümüz isə müsbət 1'dir. Bəli, 1 götürürük. Oldu 1 santimetr. Parçanın eni deməli 1 santimetr imiş. Bu isə 22-ci çalışmamız idi. İndi keçək 23-cü çalışmanın izahına. Uşaqlar, 23-cü çalışmaya keçməzdən öncə bir daha vurğulamaq istəyirəm. Ola bilər videonun hansısa hissəsində səs qırıq-qırıq gələr və yaxud keyfiyyətsiz çıxar, robot səsi kimi çıxar. Zəhmət olmasa dəqiqəsini və saniyəsini şərhlərdə qeyd edərsiniz ki, mən də baxıb özüm üçün qeyd edim, sonradan düzəldim. Daha doğrusu həmin videoda düzəldə bilməsəm də, çünki həmin video çəkilib artıq yayımlanmış olur. Növbəti videolarımda o səs keyfiyyətini düzəltməyə çalışım. Nəysə uşaqlar, davam edirik 23-cü çalışmamıza. Qədim Çin məsələsidir. Olsun Çin məsələsi. Uzunluğu məlum olmayan bir çubuqla qapını ölçdülər. Yaxşı. Çubuğun uzunluğu qapının enindən 4 çıxın. Bu nədirsə, yəqin Çin ölçü vahididir. Hündürlüyündən isə 2 çıxın uzunluğudur. Uzundur. Nəsə, nə qəribə vahiddir. Diagonal isə çubuqla eyni uzunluqdadır. Qapının ölçülərini tapın. İndi uşaqlar, gəlin o qapının təxmini burada çəkək. Bu olsun bizim qapı.
Neyse, biraz əyri qapıdır, amma siz ona baxmayın, siz izaha baxın. Hə, burada qeyd ediliblər. Bax, bu ölçü vahidi təxminən 30 santimetrə bərabərdir. Çinlilərin özü kimi də el ölçü vahidləri var. 30 santimetr. Qəribə də adı var imiş. Gəlin baxaq. Çubuğun ölçüsünü bilmirik. Ölçüsü məlum deyil. Çubuğun uzunluğu qapının enindən 4, hündürlüyündən isə 2. Diagonal isə çubuqla eynidir. Diagonal çubuqla eynidir. Tutaq ki, x-dir, bilmirik də bu. Çubuğun uzunluğunu bilmirik, x-dir. Diagonalla eynidir. Enindən 4, hündürlüyündən isə 2 vahid uzundur. Enini yazıram. 4 vahid uzundur. Mən o 4-ün əvəzinə, uşaqlar, belə yazacağım da. 4 vuraq 30, 120 santimetr olsun. Santimetr, amma yox, santimetrlə hesablamayaq. Birinci bu vahidlə hesablayaq, uşaqlar. Sonra çevirərik, ehtiyac qalsa. Yəqin ki, cavabı da bizdə belə soruşacaqlar. Çubuğun uzunluğu hündürlüyündən 2 vahid uzundur, enindən də 4 vahid uzundur. Onda yazıram x çıxaq 4, x çıxaq 2. Burada da düzbucaqlı üçbucaq yaranır və burada Pifagor teoremini tətbiq edə bilərik biz. Katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. X çıxaq 2-nin kvadratı üstə gələk. X çıxaq 4-ün kvadratı bərabərdir x-in kvadratına. Pifagor tətbiq elədim bu düzbucaqlı üçbucaqda. Olur x kvadratı çıxaq 2x, 2-yə də vuranda 4x. Plus 2-nin kvadratı 4. Üstə gələk x kvadratı 4x, 2-yə də vuranda 8x. Plus 4-ün kvadratı 16. Elə birbaşa x kvadratında bu tərəfə keçirəm, işarəsini dəyişirəm, bərabərdir 0. 2x, bu x kvadratından bu x kvadratı getdi. Bir mənfidir, bir müsbətdir. Bunlar getdi. Yerdə qalanları hesablayıram. X kvadratı mənfi 4x, mənfi 8x, mənfi 12x eləyəcək. Hər ikisi mənfidir. 4 ilə 16-nı toplayanda 20 eləyir. Bərabərdir 0. İndi hasili 20 cəmi mənfi 12 eləyən ədədlər tapaq. Mənfi 10 və müsbət 2. Yox. Mənfi 10 müsbət 2 eləməz. Mənfi 12 ilə mənfi 10-dan müsbət 2 götürərəm ki, daha doğrusu mənfi 2 götürərəm ki, toplayanda mənfi 12 versin, vuranda da 20 versin. X kvadratı çıxaq 12x-in əvəzinə yazacağım. 10x çıxaq 2x. Üstə gələk 20 bərabərdir 0. 2 qruplaşdırıram. X ortaq vuruq kimi mötərizə xaricinə çıxardıram. X-ə böldükdə x çıxaq 10 qalır. Digərində isə mənfi 2-yə bölürəm. Mənfi 2-yə bölsəm x çıxaq yenə 10 qalır. İşarə dəyişir. Bərabərdir 0. Hasil 0-a bərabər... Yox, öncə yenə ortaq vuruğu mötərizə xaricinə çıxardıram. X çıxaq 10-a bölürəm. Hər bir həddi. Qalır x çıxaq 2 bərabərdir 0. Burada yerim qalmadığı üçün uşaqlar burada davam edəcəm. X çıxaq 10 bərabərdir 0 və ya x çıxaq 2 bərabərdir 0. Hasil 0-a bərabər olduğuna görə vuruqlardan hər birini 0-a bərabər edirəm. Birinci kökümüz 10-dur. İkinci kökümüz isə 2-dir. İndi uşaqlar, əgər x-i 2 götürsək, tərəflər bu tərəfi 0 eləyəcək, bu tərəfi mənfi eləyəcək. Ona görə bu 2-ni götürmürük. Dediyim kimi, bu tərəfi mənfi eləyir, bu tərəfi də 0 eləyir. X-i götürdüm 10. X oldu 10. Qapının ölçülərini tapın. Eni, qapının eni, uşaqlar, nə yazmışdıq? X çıxaq 4 yazmışdıq. X çıxaq 4, o da bərabərdir 10 çıxaq 4, olacaq 6. Vahid də buydu. Belə bir vahid. Maraqlı vahid demiş amma.
Uzunluğunu yazaq. Uzunluğunu da göstərmişik x çıxaq 2 ilə. Uzunluğu və yaxud hündürlük deyək də buna. Hündürlük yazım. Sonradan uşaqlar deyəcəyəm əlmaq o uzunluq deyildi. Başa düşmürlər ki, düzbucaqların elə hündürlüyü burada götürdüyümüz uzunluğudur. Hündürlüyünü də x çıxaq 2 götürmüşük. 10 çıxaq 2 bərabərdir 8. İndi bunları çevirək uşaqlar, təxminən çevirəcəyik. Neynəməliyik? 30 santimetrə vurmalıyıq. Altını vururam 30-a. %80 santimetr. Bunu da 1 metr 80 santimetr götürə bilərik. Bir metr 80 santimetr. Təxmini buna bərabərdir. Dəqiqliyindən yox. İndi 8-i də 30-a vururam. 240 santimetr. Bunu da götürə bilərik 2 metr 40 santimetr. Bu da 23-cü çalışmanın izahı idi uşaqlar. İndi baxaq görək bizi daha hansı çalışmalar gözləyir, yoxsa qutardı mı mövzu? Bir dənə çalışmamız daha qalıbmış burada, 24. İndi baxaq 24-cü çalışmaya. 24 açıq tipli sualdır, yəni şəkilə uyğun məsələni də özümüz qurmalıyıq, sonra da həll etməliyik. Burada nə görürük? Düzbucaqlının eni və uzunluğu verilib. Uzunluğu 30 cm, eni 20 cm olan bir düzbucaqlıdır. Enini və uzunluğunu eyni qədər artırıblar. Buna aid bir məsələ işləmişdik. Gəlin elə həmin məsələni quraq. Yazaq məsələmiz belə olsun. Bu güllük olsun, tarla olsun və s. Yazaq bağın, hətta ölçüləri qeyd edək sonra. Ölçüləri bunu artıq yazmalısınız uşaqlar. Ölçüləri 20 metrin 30 metrə olan bağın tərəflərini eyni qədər artırdılar. Eyni qədər artırdılar. Alınan yeni sahə əvvəlki sahədən olsun, tutaq ki, uşaqlar 2 dəfə böyük. Alınan yeni sahə əvvəlki sahədən 2 dəfə böyük olarsa, bağın eni və uzunu uzunluğu nə qədər artırılıb? Təxmini belə bəsit bir, sadə bir çalışma, daha doğrusu məsələ qurdum. Siz istəsəz daha mürəkkəb də qura bilərsiniz. İndi uşaqlar, gəlin başlayaq həllini eləməyə. Bunun üçün indi bu məsələni siləcəm. Yəni ki, gördünüz artıq. Keçək həllinə. İndi nə qeyd etdik? Dedik ki, alınan təzə sahə köhnə sahədən 2 dəfə böyükdür. Təzə sahənin eni 20 plus x-dir, uzunluğu 30 plus x-dir. Enin uzunluğuna vursaq, sahəni alarıq.
Böyük sahə bərabərdir 2 vuraq kiçiyin sahəsinə. Kiçiyin sahəsi də n uzunluğuna vurmaqla alınır. N uzunluğuna vurub sahəni alırıq. 2-yə də vurub böyüyün sahəsini alırıq. İndi həll edək. X kvadratı üstəgələk 30x üstəgələk 20x üstəgələk 600 bərabərdir. Bunu da hesablayanda 600, 600-ü 2-yə vuranda 1200. Elə birbaşa bu tərəfə keçirdirəm. İşarəsini dəyişirəm. Hesablayaq. X kvadratı üstəgələk 50x çıxaq 600 bərabərdir 0. İndi hasili mənfi 600-ə cəmi isə 50-yə bərabər olan ədədlər tapaq. Əgər bu alınmasa uşaqlar, rəqəmləri dəyişəcəm. Çünki mən təxmini verdim. Bu 2 dəfə sahə o birisindən böyükdür. Alınmasa başqa rəqəm verərik. Vuranda mənfi 600 eləsin, toplayanda isə 50 eləsin. Ədədlərimiz hansı ola bilər? Vuranda 600 eləyən ədədlər. Elə müsbət 60-la mən mənfi 10-u götürəcəm. Toplayanda 50 verir. Yerinə qoyaq. X kvadratı 50x-in əvəzinə yazacağım 60x çıxaq 10x. Qalan hər şey olduğu kimi qalır. 2-2 qruplaşdırıram. Bu ikisini 1, bu ikisini də 1. X-ə bölürəm. Qalır x plus 60. Mənfi 10-a bölürəm. Qalır x plus 60. Bərabərdir 0. X plus 60-a bölürəm. Hər ikisini də ortaqdır. Qalacaq x çıxaq 10. Hasil 0-a bərabərdirsə, vuruqlardan hər birini ayrıqda 0-a bərabər edirəm. X üstəgələk 60 bərabərdir 0-a və ya x çıxaq 10 bərabərdir 0-a. Birinci kökümüz mənfi 60-dır, tərəf mənfi olmaz. İkinci kökümüz isə müsbət 10-dur, bəli, tərəf müsbət ola bilər. Nə qədər artırılıb deməli, eni və uzunluğu 10 metr artırılmış olub. Beləliklə uşaqlar 24-cü çalışmanı da izah etdik. Bu həmin səhifədə yerləşən sonuncu çalışma idi və bu dərsimizi yekunlaşdırdıq. Növbəti dərsləri isə tezliklə çəkib kanalımda yerləşdirəcəm. Bizləri izləməyə davam edin və kanala da abunə olun ki, videolar yüklendikcə sizə də bildiriş gəlsin və xəbəriniz olsun. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti video dərslərimdə görüşmək ümidi ilə hər birinizə dərslərinizdə uğurlar arzu edirəm.